Hamınızı salamlayıram, mənim əziz şagirdlərim. Gəlin bugün artikel mövzusunun izahına baxaq. İlk öncə uşaqlar, artikel mövzusunda biz bilməliyik ki, ingilis dilində hansı artikellər var. Uşaqlar, ingilis dilində artikellər iki dənədir. An artikeli, bir də z artikeli. Gəlin ilk növbədə bunların fərqinə baxaq, sonra isə keçək necə isimlərlə istifadə olunur. Baxın uşaqlar, an artikelini biz qeyri-müəyyən artikel deyirik. Z artikelinə isə müəyyən artikel deyirik. Bunlar arasındakı fərq nədir? Yəni qeyri-müəyyən, müəyyən nə deməkdir? Əgər uşaqlar bir əşya haqqında ilk dəfə danışırıqsa və ümumiyyətlə o əşya bizə müəyyən deyilsə, məsəl üçün, hər hansı bir tutaq ki, oğlandan danışırıq, bilmirik bu kimdir, hardadır, nəçidir məsələn. Və an artikeli birisi ki, uşaqlar bir mənasını verir. Z artikeli isə uşaqlar müəyyən bir əşyadan, insandan söhbət gedəndə danışılır. Məsəl üçün, deyirəm ki, baxın, boy sözünü götürürəm. Bu sayılan tək sinifdə düzdür. Mən buna ya boy deyərəm, ya da z boy deyərəm. Bunu nə zaman istifadə edərəm? Ümumiyyətlə, bir dənə bunu yadınızda saxlayın ki, sayılan tək isimlərin qarşısını boş qoymaq olmaz. Testlərdə bunu görəcəksiniz. Məsələn, sayılan tək isim görmüsünüzsə, variantda onun qarşısında boşluq varsa, o variantı çıxmalısınız. Sayılan tək isimlərin qarşısını ümumiyyətlə boş qoymaq olmaz. Ya an artikeli veririk, ya da z artikelini veririk. İndi nə zaman biz buna z verək? Məsələn, deyirəm ki, həyətdəki oğlan. Baxın, the boy who is in the yard. In the yard. Baxın, həyətdəki oğlan. Oğlan müəyyən oldu artıq mənim üçün. Bu oğlan həyətdədir. Həyətdəki oğlan, məsəl üçün deyirəm ki, mənim əmim oğludur, tutaq ki, deyirəm. Burada z boy istifadə edəcəm. Çünki mənə bu oğlan müəyyəndir artıq. Yəni uşaqlar, İsimlərdən sonra verilən bağlayıcılar var. Həmin bu bağlayıcılar çox vaxt onları müəyyən eləyir. Yəni, bağlayıcı görürsə, ondan sonra burada z artikelini istifadə edə bilərsiniz. Yox, əgər hər hansı bir oğlandan danışıramsa, o zaman mən onda an artikelini verəcəm. Bəs yaxşı uşaqlar, artikeli nə zaman istifadə olunur? An artikeli. Artikeli uşaqlar samitlə başlayan isimlərdə, an artikeli isə saitlə. Amma bəzən bizə nüanslar var ki, mütləq şəkildə tərəffüzə baxmalıyıq. Məsəl üçün, əslində U səsi, baxın, bəzən bizdə U səsini verir, bəzən isə A səsini verir. Baxın, Ö səsini də verə bilər. Baxın, məsələn, deyirəm ki, university. Baxın, tərəffüzə mütləq şəkildə baxmalıyıq. University, nə ilə başladı? Y səsi ilə, düzdür? Demək, burada university olacaq. Məsələn, deyirəm ki, umbrella. An umbrella olacaq. Niyə? Çünki A səsi ilə başladı, düzdürmü? Demək ki, mütləq şəkildə tərəffüzə baxmalıyıq. Məsəl üçün, deyirəm ki, a hard life. Hard life. Baxın, h ilə başladı, h səsi. Amma yox, deyirəmsə, ava, baxın, an ava, h ilə başlasa da mən buna ava deyirəm, A səsi ilə verirəm. Onun üçün olacaq site. Bunlarda fikir vermək lazımdır. Uşaqlar, bizdə isim mövzusunda keçmişik ki, sifət plus isim birləşməsi və yaxud da isim plus isim birləşməsi. Uşaqlar, bu birləşmələrə mütləq şəkildə fikir verməlisiniz və hər zaman ikinci ismi baxmalısınız. Bu isim sayılan təkdirsə, mən bu sifət və ya ismin qarşısında yəni artikel istifadə edə bilərəm. Cəm və ya sayılmayandırsa, o zaman bura heç bir artikel istifadə etməyəcəm. Yəni ki, buradakı isim sifət cəmlənmir də, yəni sifətə demirəm. İsim plus isim qaydasında buradakı isim cəmdirsə, çaşmayın. İkinci ismə baxmalıyıq mütləq şəkildə. Məsələn, deyirəm ki, a clothes shop. Düzdür? Baxın, bu əslində bir cəm isimdir də. Amma biz demişik isim plus isim qaydasında ikinci ismə baxmalıyıq. Onun üçün də artikelini mən rahat şəkildə qoya bilərəm. Sonra uşaqlar, deməli, baxarıq sayılara. Miqdar sayıları ümumiyyətlə biz saydığımız sadə sayılardır. 1, 2, 3, 4. Bunlarla heç bir artikel istifadə olunmur. Amma bir dənə 100, 1000, milyon, bunlar da 100. Baxın, 100 deyirik də, düzdür, ya 100 deməliyik, ya 100 deməliyik. Eyni şəkildə 1000 və yaxud da 1 million. Bunlarda artikelini istifadə edirik. Amma yox, bunlar cəmlənirsə, yox, hundreds, thousands, onda istifadə etmirik. Və uşaqlar, sıra sayıları. Sıra sayıları hansılardır? First, second, bir də third. 3-dən sonra isə uşaqlar TH ilə düzəlir. Bunlarda isə biz z artikelini
verməliyik. Yəni sıra sayılar Z artiklından istifadə olunur. Sonra keçirik uşaqlar sifətin üstünlük dərəcəsinə. Sifətin üstünlük dərəcəsi uşaqlar necə düzəlir? Tək hecalarda S-lə, çox hecalarda isə most-la. Və sifətin üstünlük dərəcəsində biz Z artiklından istifadə edirik. Amma bu həmişə belə olmur. Biz demişik ki, əgər ismin qarşısında yəli, hal, yəli, əvəzlik bu kimi sözlər gəlirsə, o zaman Z artiklını atırıq. Niyə? Çünki sözün qarşısında onu təyin edən bir söz olmalıdır. Məsələn, heç işarə əvəzliyi də gəlsə, biz işarə əvəzliyindən sonra Z artiklını qoya bilmərik. Sonra yəli, haldır, yəli, əvəzlikdir. Sonra miqdar sayıları da, yəni bir ismin qarşısında bir təyin edicisi olar. Ya bu artikl olmalıdır, ya da başqa bir şey. Məsələn, kəmiyyət bildirən sözlər, nə bilim, yəli, hal, yəli, əvəzlik bu cür. Yəni ki, uşaqlar, sifətin üstünlük dərəcəsində, məsələn, deyirəm ki, my best friend. Bu sözdən, bu birləşmədən yadınıza saxlayın, hamının bildiyi. Best üstünlüydür, my yəli əvəzliyidir. Burada artikl qoymadım. Niyə? Çünki yəli əvəzliyi gəldi burada. Onun üçün. Və uşaqlar, bir məqamı yadda saxlamaq lazımdır ki, burada most sözündə istisnamız var. Hansı ki, əslində istisna deyil bu. Bunu sizə aydın şəkildə mən deyim niyəsinə. Biz deyirik ki, sifətin üstünlük dərəcəsi most-la düzəlir çox hecalarda və Z artiklını veririk. The most interesting, düzdürmü? Bizim qaydamız nədir? Sifətin üstünlük dərəcəsi. Demək ki, burada sifət verilməlidir ki, bu üstünlük dərəcə olsun. Yox, əgər mostdan sonra isim verilərsə, o zaman bu sifətin artıq üstünlük dərəcəsi olmur axı. Mostdan sonra isim gələrsə, o zaman biz burada Z artiklı istifadə etməyəcəyik. Demək ki, sifətin üstünlük dərəcəsini bir dənə yadımıza saxlayırsınız Z ilə və ondan sonra sifət gəlirsə, bu artıq olur sifətin üstünlük dərəcəsi. Yox, əgər isim gəlirsə, Z artiklını istifadə etmirik. Aha, sonra uşaqlar, bizə vahidliyi bildirən isimlər var. Hansı ki, yəni onlardan dünyada bir dənədir. Vahidliyi nə deməkdir? Vahid, bir olan. Məsəl üçün, ay, moon, günəş, sun. Bunlardan bir dənədir də sky, səma, nə bilim, earth, world, universe. Və bunlar uşaqlar vahidliyi bildirən isimlər Z artiklından istifadə olunur. Bunu da yadımıza saxlayın. Sonra keçdik uşaqlar su hövzələrinə, hansı ki çaylar, göllər, dənizlər, okeanlar. Uşaqlar, okeandır, çaydır, dənizdir, göldür. Bunlar hamısı Z artiklından istifadə olunur. Yadınıza saxlayın. Göl, dəniz, okean Z artiklından veririk. Məsələn, deyirəm ki, the Pacific Ocean. Bəs yaxşı deyəcəksiniz, müəllimə, biz nə biləyik ki, indi bu ocean, river, sea sözü gəlməsə, biz nə biləyik bu çaydır, dənizdir, göldür. Uşaqlar, mütləq şəkildə o sualda, cümlədə sizə verəcək. Məsələn, tutaq ki, deyirəm ki, the Nile is a very tutaq ki, a very large river məsələn. Baxın, burada artıq deyir də, düzdür? Deyir ki, river, çaydır. O zaman çaydır, mən burada bilirəm ki, bu çay adıdır və bura Z artiklını verirəm. Bəs yaxşı, deyəcəksiniz, river sözü. Uşaqlar, ümumiyyətlə bu çay, göl, dəniz, okean bu sözlər var, ingiliscəsində yazım. Ocean, lake, sea. Bu sözlər özləri tək gələrsə, bu uşaqlar çox vaxt buna çaşır. Deyirlər, bəs müəllimə demişsiniz, çay, okean, dəniz, Z artiklından istifadə olunur. Adları, uşaqlar, adları. Bunlar sadə ümumi isimlərdir. Okean, göl, dəniz, river, çay. Yəni, bunları sadə görsəz, siz EN artiklından istifadə edə bilərsiniz. Çünki sayılan tək isimlərdir. Yox, əgər bunlardan sonra onu müəyyən edən bir şey gəlirsə, Z artiklını verə bilərsiniz. Çünki biz demişik ki, sayılan tək isimlərdən həm EN artiklı istifadə olunur, həm Z artiklı istifadə olunur. Bir dənə uşaqlar, göl sözündə bizim istisnamız var. Hansı ki, göl sözünün özü gələrsə. Məsələn, deyirəm ki, Baykal gölü, düzdür? Bu Baykal gölü tək istifadə olunursa Z artiklına verirəm. Yox, əgər göl Baykal, lake Baykal deyirəm, o zaman Z artiklını istifadə etmirəm. Elə sadəcə lake Baykal olur. Sonra uşaqlar, demişik ki, ölkələrdir, şəhərlərdir, rayonlardır, kəndlərdir. Bunlar çox vaxt artiklsız istifadə olunur. Bəzi məqamlar var, indi onları deyim sizə. Baxın uşaqlar, Birləşmiş Dövlətlər var. Hansılar ki, UK, bunun açılışı United Kingdom'dır. USA, United States America, bir də UAE,
United Arab Emirates. Baxın, bu üçü, ümumiyyətlə United sözündə, United olan sözlər var ha. Bunlar Z artiklından istifadə olunur. Bu üçünü yadda saxlayırsınız. Sonra uşaqlar, biz dedik ki, ölkələr, şəhərlər, ölkələr ümumiyyətlə dedik artiklsız istifadə olunur da. Amma qarşısında Republic, Federation, bir də State. Republic, Federation, State sözlərini görürsə Z artiklını verirsiniz. Məsələn, deyirəm ki, Z, Azərbaycan, Republic. Əslində biz Azərbaycan sözünü artiklsız qoyuruq. Z Azərbaycan demirik. Amma Republic sözü verəndə Z artiklını verə bilərik. Məsələn, deyirəm The Russian Federation. The Russia artiklsız olmur. Yəni The Russia deyə bilmirik, Russia deyirik. Amma Federation verirsə Z artiklını veririk. Bəs yaxşı uşaqlar, istisna ölkələr hansılardır ki, biz onları Z ilə veririk? Deməli, Z Kongodur. Buraya yazıram ki, göz yaddaşınızdan əzbərləyəsiniz. Z Netherlands. Sonra Z Vatikan. Bunlar Z artiklından istifadə olunur. Krım. Bunlar Z artiklından istifadə olunur. Sonra uşaqlar, bizdə adalar, yarımadalar var. Adalar, yarımadalar uşaqlar ümumiyyətlə artiklsız istifadə olunur. Tək-tək. Baxın, bu uşaqlar çox açar ki, müəllimə tək-tək adalar nədir? Qruplar nədir bu? Adalar qrupları nədir? Əgər uşaqlar bunları tək görürsünüzsə, tək-tək. Məsələn, deyirəm Madagaskar, Baffin Island deyirəm məsələn. Bunlar təkdə, bunların sonunda S görmürsünüz ki, o zaman artiklsız verəcəksiniz. Yox, əgər sonunda S görürsünüzsə, məsələn, Z Bahamas. S-i gördünüz, Z artiklını götürün. Yəni, belə yadınızda saxlayın bunu. Adalar tək-tək, yəni S-sizdirsə, o zaman artiklsız. Yox, əgər sonunda S görürsünüzsə, o zaman Z artiklını verirsiniz. Planet adları uşaqlar artiklsız istifadə olunur. Mars deyirəm, Z Mars demirəm. Amma onu planet sözünü bildirirsə, əgər deyirəm ki, planet Mars, o zaman Z ilə istifadə olunacaq. Z planet Mars. Demək ki, planetin özünü verdiksə artiklsız, əgər adını planetin özü sözü gəlirsə, qarşısında o zaman artiklından veririk. Bəs yaxşı uşaqlar, dağ adları necə istifadə olunur? Dağ adlarında elə yarımadalarla, adalarla eyni götürün. Baxın, deyirik ki, tək-tək dağlarda, zirvələrdə artiklsız istifadə olunur. Məsələn, Everest deyirəm, düzdürmü? Bunun sonunda S-i görmürsünüz ki, görmürsünüz. Demək, artikl qoymuruq. Amma yenə də sonunda cəm şəkildə veribsə, məsələn, The Alps, o zaman mən Z artiklını verəcəm. Demək, dağlar, adalar, yarımadalar bunları bir götürün. Hamısını Z ilə, əgər sonunda S varsa. Sonra uşaqlar, soyadlar var idi. Biz bunu gəlik halda keçmişdik. Hansı ki, əslində biz adlar, soyadlar artiklsız götürürük. Bunlar xüsusi isimlər də artiklsız götürürük. Amma uşaqlar, soyadlar cəmlənirsə, elə baxın, gəlik halda demişik ki, S apostrof verir də düzdür, Z olarsa. O zaman elə burada da, məsələn, deyirəm, Z Browns. Cəmləndirirəm və Z ilə istifadə edirəm. Baxın, budur. Sonra uşaqlar, isimləşmiş sifətlər var. Məsələn, old sözünü götürürəm, yaşlı deməkdir. Mən bura Z old versəm, o zaman olacaq yaşlılar. Məsələn, deyirəm, gənc, young. Bu sifətdir. Z versəm əgər, onda olacaq gənclər. Elə o biri sifətlər də eyni şəkildə isimləşirsə, o zaman Z artiklını verə bilərik. Sonra keçdik uşaqlar, dillər və milliyyətlər. Baxın, əgər dil adları, ümumiyyətlə dil adları artiklsız istifadə olunur. Məsələn, deyirəm, English dil adıdır, artiklsız istifadə edirəm. French, eyni şəkildə. Amma bunların qarşısına language sözünü verirəmsə, məsələn, deyirəm, the English language. O zaman Z artiklını istifadə edə biləcəm. Baxın, yenə də burada da bu məqamı yenə də deyirəm ki, uşaqlar, language sözü özü tək gəlirsə, dil. Bu ümumi isimdir, dil deməkdir. Sayılan tək isimdir. A-language deyəcəksiniz, bayaqçı okean dəniz söhbətindəki kimi. The English language burada olacaq Z artiklından. Bəs deyəcəksiniz, müəllimə, millət adları da Z artiklından istifadə olunur. Məsələn, English həm də millət adıdır. Millət adı kimi verəndə mən bunu Z ilə istifadə edəcəm. İndi buradan belə bir sual yaranar ki, bəs biz nə bilək ki, bu English dil adıdır, yoxsa milliyyətdir? Mən bunu Z ilə verim, ya yox. Language sözü gələndə biləcəksiniz ki, bu dildir, heç. Bəs gəlməyəndə artiklsız istifadə edim, yoxsa artikldan? Onu tərcüməyə baxacaqsınız uşaqlar. Əgər bu English sözünün qarşısında əvvəl study sözü, learn sözü,
speak sözü, elə language sözünün özü gəlirsə, artıq bilirsiniz ki, baxın, oxumaq, öyrənmək, danışmaq, dil. Bunlar gəlirsə, artıq bilirsiniz, bunlar dilə aid bir şeylərdir və dildir, English sözü gəlib, o zaman mən artiklsız istifadə edəcəm. Yox, əgər gəlmirsə, o zaman milliyyət kimi istifadə edəcəm və tərcüməyə də baxacam təbii ki, o zaman Z artiklından istifadə edə biləcəm. Amma uşaqlar, bunlardan sonra, məsələn, deyirəm Englishman. Mən sözü sayılan təkdə düzdür. Bunun qarşısına nə istifadə edirəm? An Englishman. Eyni şəkildə, məsələn, deyirəm ki, a Spanish woman. Məsələn, an English woman. Man, woman sayılan tək isimlər olduğu üçün istifadə edəcəyik biz, deməli, an artiklından. Sonra uşaqlar, hansı ki var bizdə by, bir də in, on. Bunlardan sonra nəqliyyat vasitələri gəlir. Bunlardan sonra nəqliyyat vasitələri gəlirsə, o zaman biz by ilə istifadə olunursa artiklsız veririk. Məsələn, deyirəm ki, by plane, təyyarə ilə. ilə mənasını verir uşaqlar. O zaman artiklsız. Yox, əgər deyirəm ki, məsələn, in, ya e, ya z, ikisi də olar. Car, maşınla, in the car, o zaman artiklnan. Deməli, in on oldu artiklnan, by oldu artiklsız. Bəs yaxşı deyəcəksiniz, müəllimə, nə vaxt in, nə vaxt on? Məsələn, deyirəm ki, on the bus. Əgər uşaqlar bu nəqliyyat vasitəsinin içində gəzə bilirsinizsə rahatlıqla, o zaman 10 verəcəksiniz. Yox, əgər gəzə bilmirsinizsə in verəcəksiniz. Məsələn, avtobusun içində rahatlıqla gəzmək olur. Ona görə 10 veririk. Yəni, belə yadınızda saxlayın bunu da. 10 üstündə də düzdür. Ayaq üstündə durmaq kimi yadınızda saxlayın. Car isə, məsələn, maşının içində biz gəzə bilmirik axı. In-lə istifadə edirik. Yox, əgər uşaqlar, by sözü bilirsiniz də həm də yanında deməkdir. Yanında tərəfindən. O zaman biz a artiklından, an artiklından, z artiklından istifadə edə bilərik. Yox, əgər i ilə mənasında veririksə, o zaman artiklsız olacaq. Sonra uşaqlar, play sözü var. Hansı ki, həm play sözünün oynamaq mənası var, həm də çalmaq mənası var. Əgər uşaqlar, oynamaq mənasıdırsa, o zaman ondan sonra oyun adları gələcək. İdman oyun adları. Məsələn, deyirəm, play basketball. Oynamaq mənasında heç bir artikldan istifadə olunmayacaq. Play football, play basketball. Yox, əgər deməli, musiqi aləti gəlirsə, məsələn, play the piano, play the guitar, məsələn, z artiklından istifadə edəcəm bu zaman. Bu da yəni belə. Sonra uşaqlar, səhra adları var bizdə. Səhra adları uşaqlar, desert sözü işlənsə də, işlənməsə də hər zaman z artiklından istifadə olunur. Məsələn, Sahara sözünü yadınızda saxlayın. The Sahara təkdə z ilə istifadə olunur. The Sahara Desert elə səhra sözünün özü ilə də, yəni fərqi yoxdur. Səhralar hər zaman z artiklından istifadə olunur. Keçiş olar cəhətlərə. Cəhətlər hansılardır? North, South, East, West. Bunlar uşaqlar z artiklı ilə istifadə olunur. Z artiklı. Məsələn, deyirəm ki, the North of England. Düzdürmü? Baxın, tək-tək bunlar z ilə istifadə olunur. Bu heç bunu dedim. Of-la veririksə əgər, onda da z ilə istifadə olunur. Mən sizə demişəm ki, həmişə ofu görəndə sərhəd və divar kimi fikirləşirsiniz. Bunun England-a aidiyyatı yoxdur. Əslində demişik, ölkələr artiklsızdır, düzdürmü? İndi burada sərhəd var deyə artıq England-a aidiyyatı yoxdur. Elə cəhətlər z ilə istifadə olunduğuna görə z artiklı götürdüm. Yox, əgər uşaqlar, the North England olsaydı burada, artıq burada bizim bir divarımız, sərhədimiz yoxdur axı, düzdür? Bu z artiklı artıq England-a aid olacaq. Və ölkələr də artiklsız istifadə olunduğu üçün mən bura z artiklını verməyəcəm. North England deyəcəm. Demək ki, burada da bir istisnamız var ki, hansı ki, ofsuz veririksə, ölkə birbaşa gəlirsə, artiklsız. Bir də uşaqlar, from to birləşməsindən istifadə olunursa, məsələn, deyirəm ki, from west to east. O zaman artiklsız olur. Sonra uşaqlar, küçə adları. Küçə adları, deməli, artiklsız istifadə olunur. Məsələn, deyirəm ki, Nizami Street, heç bir artikl istifadə olunmayacaq. Bunu da yazın bura. Küçə adları artiklsız. Sonra keçiş olar last next sözlərinə. Last next sözləri əgər deməli next növbəti, bir də sonraki mənasını verirsə, last da sonuncu mənasını verirsə z ilə istifadə olunur. Baxın, bunu necə yadımıza saxlayırıq?
Əgər, məsələn, last day deyirəm, düzdür? Last day keçmiş sadə zamanın zaman zərfidir. Zaman zərfi kimi istifadə edirəm və keçən gün mənasını verir. Keçən. O zaman artiklsız istifadə edəcəm. Yox, əgər desəm ki, the last day, o zaman sonuncu gün mənasını verəcək və sonuncu dedik ki, lastın sonuncu mənasında z artiklından istifadə edirik. Bu zaman z artiklından istifadə edəcəyik. Next-dəki uşaqlar növbəti, sonraki mənasında z ilə istifadə olunur. Yenə də next day deyiriksə, o zaman artiklsız istifadə olunacaq. Sonra uşaqlar, gəldik muzey, qaleriya, cəmi, jurnal, otel. Bu adlar hamısı z ilə istifadə olunur. Tarixi tikililər hamısı z ilə istifadə olunur. Məsələn, deyirəm The British Museum. Baxın, muzey adı da z ilə istifadə olundu. Sonra, məsələn, deyirəm ki, The White House, məsələn, tarixi tikililər. Ağ ev. Bu da z ilə istifadə olundu. Amma uşaqlar, bizə cəmi 3 dənə tarixi tikili var ki, onlar artiklsız istifadə olunur. Onlar hansılardır? Big Ben'dir. Big Ben. Buckingham Palace'dır. Palace. Bir də Westminster Abbey'dir. Bunlar da artiklsız istifadə olunacaq. Sonra uşaqlar, meydan, park adları artiklsız istifadə olunur. Ümumiyyətlə, belə gəlin qruplaşlarda küçə adlarını, meydan, bir də park adlarını artiklsız istifadə etdik. Muzey, qaleriya, kinoteatr, otel, tarixi tikililəri z artiklından istifadə etdik. Səhra adını z artiklından istifadə etdik. Amma 3 dənə tarixi tikili dedik ki, artiklsız istifadə olunacaq. Deməli, məsələn, deyirəm ki, Hyde Park. O zaman artiklsız istifadə olunacaq bunlar. Sonra uşaqlar, bizdə hansı ki breakfast, lunch, dinner, supper bu sözlər var. Bu sözlər uşaqlar tək gələrsə artiklsız olur. Məsələn, deyirəm ki, have breakfast. Artiklsız olur. Yox, əgər desəm ki, bunun qarşısında sifət, have a tasty breakfast. O zaman görürsünüz, artiklını istifadə etdim. Sifət plus isim kimi bunu algılayırsınız və artiklından istifadə edirsiniz. Sonra uşaqlar, bizdə nə var idi? Fəsillər. Fəsillər uşaqlar artiklından necə istifadə olunur? Əslində biz fəsillər hansılardır? Spring, summer, winter, autumn, bir də fall var. Fall'la autumn payız deməkdir. Bunlar əslində artiklsız istifadə olunur. Qarşısında sifət olarsa artiklından verə bilərik. Bayaqki kimi, məsələn deyirəm, a hot summer. O zaman artiklından verə bilərik. Summer sözü özü artiklsız, amma a hot summer desək, artiklından istifadə olunacaq. Sonra uşaqlar, deməli, in bir də during sözünləri gələrsə, məsələn, in the morning, in the afternoon, baxın, z artiklından istifadə olunur. In the morning, in the afternoon, in the evening, məsələn, during sözü də gələ bilər burada, during the morning. Bunlar, deməli, z artiklından istifadə olunur. Sonra uşaqlar, night sözü, at night deyirəm, at night. Bu artiklsız istifadə olunur. Amma qarşısında yenə məsələn deyirəm ki, on a frosty night artiklından istifadə olunacaq. During desəm, during the night z ilə istifadə olunacaq. Sonra uşaqlar, TV sözü, televizor artiklından necə istifadə olunur? Əgər əşya olaraq yanaşmışıqsa biz buna, məsələn deyirəm ki, yeni televizor. O zaman artiklından istifadə edirəm, a new TV. Yox, əgər verilişdən söhbət gedirsə, içindəki proqramdan, verilişdən söhbət gedirsə, artiklsız. Məsələn deyirəm ki, televizor izləmək. Televizor izləyirsən, nəyi izləyirsən? Verilişi izləyirsən də, düzdür. Məsələn, mebel olaraq durub izləmirsən ki, onu sönülü vəziyyətdə. Onda olacaq watch TV. Watch TV. Sonra uşaqlar, körpü adları var bizə. Körpü adları artiklsız istifadə olunur. Eyni şəkildə, məsələn, küçə adları kimi bu cür artiklsız istifadə olunacaq. Sonra nə qaldı uşaqlar bizdə? Deməli, bizdə var idi, Europe sözü. Europe sözlə çox qarşılaşacaqsınız. Deyirəm ki, qitə və materik adları. Qitə adları uşaqlar, ümumiyyətlə, qitə sözü kontinent deməkdir. Materik də mainland deməkdir. Bunlar artiklından necə istifadə olunur? Uşaqlar, bunlar əslində artiklsız istifadə olunur. Məsələn, deyirəm Europe, düzdür. Bu artiklsız istifadə olunacaq. Gözləyin. Europe.
artiklsız istifadə olunacaq. Asia artiklsız istifadə olunacaq. Yox, yer desəm European continent, o zaman Z ilə verəcəm. Baxın, continent sözünün özü gəlirsə Z ilə verəcəm. The Asian continent gələrsə Z ilə verəcəm. Elə bilin ki, bunda elə planet adı kimi fikirləşin. Məsələn, planet adlarının özlərini artiklsız verdik. Məsələn, Mars, Jupiter. Amma planet sözünün özü gəldi, Z ilə verdik. Bu da eyni şəkildə. Özləri gəlirsə artiklsız, continent sözü özü gəlirsə, o zaman Z artiklını verəcəm. Belə uşaqlar, artikl mövzusu bu qədərdir. Ümidvaram ki, hər bir şey aydın